Salam müəllimlər, indi isə mən sizdən 7-ci sinifin sonuncu mövzusu olan 26-cı mövzu haqqında danışacağam. Naxış vurma texnologiyasıdır dərsimizin adı. Belə ki, naxış vurma ən kobud və ən sıx parçalara tətbiq edilir. Ən sıx parçalar deyən zaman həmçinin ən kobud parçalar mahud, qalın, kətan, dəridir. Ən nazik parçalar isə batis, tül və sairədir. Belə ki, bu zaman müxtəlif qalınlıqda iynələr, saplar, oymaq, kərgah, qayçı, naxış vurmaq üçün işlədilən alət və materiallar götürülür. Naxış vurma dekorativ tətbiqi sənətin ən geniş yayılmış növlərindən biridir. Və naxış vurmada naxış və təsvir əli ilə iynə, milçə və yaxud naxış vurma maşınının köməyi ilə işə salınır. Naxış müxtəlif parçalara, dəriyə, keçəyə, digər materiallara, kətan, pambıq, yun saplarla və həmçinin muncuq, mirvari və s. ilə işə salınır. Naxış vurma geyimin, məişət əşyalarının, pannoların bəzədilməsində tətbiq edilir. Naxış vurma texnikası sapın parça üzərində bərkidilməsindən başlayır. Bu sənət növündə ilmə üsulu geniş yayılmışdır. Bu ən əlverişli üsuldur. Onu yalnız 2 qat sapla yerinə yetirmək olar. Bu zaman sap 2 dəfə uzun götürülür, iynəyə keçirilir, ucları sonunda bərabərləşdirilib düyünlənir. İynə parçaya naxış vurma başlanan nöqtədə tərs tərəfdən üst tərəfə batırılır. İlmə istisna olmaqla sap axıra qədər çıxarılır. Sonra iynə səliqə ilə geriyə, tərs tərəfə aparılır, hazırlanmış ilməyə salınır. İlmə ehtiyatla dartılır. İynə qabağa tikişi iynənin sağdan sola hərəkəti ilə yerinə yetirilir. Sap parçanın sağ kənarına bərkidilir, 5 mm tikiş arası buraxılır, parçanın 5-6 sapı və iynə ikinci deşik nöqtəsinə salınır. Sonra ilmə ilə birlikdə bir yerdə tərs tərəfə dartılıb çıxarılır. Eyni sayda sap buraxıldıqdan sonra iynə üst tərəfə çıxarılır, ikinci tikiş arası yerinə yetirilir. Tikişlər və tikiş araları eyni uzunluqda edilir, sağdan sola yerləşdirilir. Parçanın tərs tərəfindən aparılan eyni uzunluqda tikiş araları üst tikiş aralarının arası ilə gedir. Tikiş arasının uzunluğu müxtəlif ola bilir. Tikişi parçanın saplarının sayı ilə həmçinin çəkilmiş konturlarla yerinə yetirmək olar. Bu tikişdə tikiş aralarının uzunluğunu və onların arasındakı məsafəni dəyişməklə, sıraların sayını çoxaltmaqla, onları müxtəlif rəngli saplarla yerinə yetirmək yolu ilə müxtəlif sayda ornamentlər yaratmaq olar. Bu üsulla aparılan tikiş yığma adlanır. İynə qabağa tikişi təkcə kontur üzrə yox, şəkli tam doldurmaqla, müxtəlif formalı təsvirlər tikmək üçündür. İynə qabağa tikişi əvvəlcə bir istiqamətdə, sonra isə tikiş arası boş yerləri doldurmaq üçün əks istiqamətdə yerinə yetirilir. Kəsilməz tikiş arası xətt alınır. Belə tikiş 2 dəfə iynə qabağa və ya divar naxışı adlanır. İynə arxası tikişi də işin sağdan sola yerinə yetirilməsi ilə həyata keçirilir. İynə ilə arxaya tikiş arası edilir. Sonra parçanın tərs üzündən iynə 2 tikiş arası qabağa keçilir. Bu tikişdə tikiş araları eyni uzunluqda olmalıdır ki, tikiş aralarını elə yerinə yetirmək olar ki, hər növbəti tikiş digəri bitən nöqtədə başlasın. Belə tikiş maşını tikişini xatırladır və birbaşa tikiş adlanır. Sonra gəlir su tikişi. Xaçvarı tikişdə olduğu kimi bu daha soldan sağa doğru yerinə yetirilir. Su tikişi zəif vurulmuş sapla və eyni ölçülü tikiş araları ilə yerinə yetirilir. Sapı çox dartmaq olmaz. Bu zaman kərgahdan istifadə etmək lazımdır. Parça sol əlin baş barmağının üzərinə dartılıb naxışlanır. Tikiş soldan sağa və ya aşağıdan yuxarı yerinə yetirilir. Hər yeni tikiş əvvəlkinin ortasından başlanır. Nəzarət etmək lazımdır ki, iynə parçadan əvvəlki tikiş arasının yalnız altından və ya həmişə üstündən çıxsın. Və sap iş zamanı mane olmasın deyə onun özünü sol əlin baş barmağı ilə parçaya sıxmaq lazımdır. Bu mövzumuzda bu qədər. Deməli, bu da qəliz mövzularımızdan biridir. Ona görə diqqətlə öyrənmək lazımdır. Çünki imtahanlara düşür. Uğurlar hər kəsə, bəyənib, abunə olub, şərh bildirməyi unutmayın.